Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, bugün ikinci qruplar üçün birinci cəhd imtahanı keçirildi. 2026-cı il may ayının 24-də sualların izahına baxacaq. Keçək izahlara uşaqlar. Deməli, bizə deyir ki, tənliyin kökləri qarşılıqlı tərs ədədlər olsun. Qarşılıqlı tərs ədəd olması üçün əvvəlcə bunu çevrilmiş kvadrat tənliyə gətirək. Hər tərəfi a-ya bölsəm olacaq x kvadrat çıx 9 bölünsün ax üstə gəl 3a plus 4 böl a bərabərdir 0. Köklərinin hasilinin 1 olması üçün, bax bu. Daha doğrusu, kökləri qarşılıqlı tərs ədəd olması üçün gərək hasil 1 olsun. O zaman 3a plus 4 böl a bərabərdir 1. Buradan 3a plus 4 bərabərdir a-ya. Deməli, 2a bərabərdir 4-ə. A da olacaq -2. Yəni D bəndi. Sonra uşaqlar, bu loqaritma t-yə bərabər eləyib, t əvəzləməsi eləyib həll eləyəcəyimiz bir sualdır. Olacaq t kvadrat üstə gəl t çıx 2 böyükdür 0, 2-ni sola keçirdi. Vuruqlara ayırsaq, hasili -2, cəmi -1, -2 ilə 1-dir. Olacaq t üstə gəl 2, t çıx 1 böyükdür 0. Və buradan, uşaqlar diqqətlə baxın, t-nin yerinə yazaram, loqaritma 10 əsasdan x üstə gəl 2. Loqaritma 10 əsasdan x çıx 1 böyükdür 0. Buradan uşaqlar, bax bu hissədə ədəd oxunu çəkərəm. Birincini sıfıra çevirmək üçün gərək bura -2 olsun. -2 olması üçün də x gərək %1 olsun. %1 və yaxud da 0,1. Buranı sıfıra çevirmək üçün x 10 olmalıdır ki, 10'da 10 1 eləyir. Birdən də 1 çıxdım 0. Deməli kök oldu, onu intervallayaram. Bir də unutmayın, buradakı x var ha uşaqlar. Loqaritmanın üslüdür deyə, loqaritma altı ifadədir. O 0-dan böyük olmalıdır. Buradan da bir 0'ı qeyd edirəm. Bax, bunu sola keçə bilməz. Unutmuruq. Elə bir sərhəddimiz var. Ondan böyük ədəd götürsəm 100. Müsbət. Bəli. Buranı yoxlasaq, məsələn 9 versək. Bura mənfidir. Bura müsbətdir. Müsbəti mənfiyə vuranda nə eləyir? Bir dəqiqə, məsələn 10 ilə 1 arasından 1 versəm. Bura -1 eləyir. Bura müsbət 2 eləyir. Vuranda da elədi mənfi. 0,1-dən də kiçik 1000-1 götürsəm əgər. 1000-1 götürəndə bura -3 eləyəcək. -3 üstə gəlir ki, bura mənfi eləyir. Burada mənfi eləyir. Hasil doldu müsbət. İndi bizə müsbət aralıq lazımdır deyə 0-dan %1-ə 0,1-ə birləşir 10-dan müsbət sonsuzluğa. Da hansı variantdır? D variantına daha çox oxşuyur. Bəli. Gəldik 3-cü suala. Bərabərsizliyi həll eləməliyəm uşaqlar. Əslində bu üslü funksiyadır. Hər zaman müsbətdir. Bunu misala qatmasaq da olar. Bu moduldur, hər zaman müsbətdir. Bir dənə 0 halı var. Qalan bütün qiymətlərdə müsbətdir. Burada hər zaman müsbətdir. Ümumiyyətlə, uşaqlar buna baxmalıyıq bir də. Bunun d-si də 1/25 mənfidir. Bu da hər zaman müsbətdir. Uşaqlar, ümumiyyətlə, ifadə hər zaman müsbətdir. Bu ifadə heç zaman mənfi olmayacaq. Sadəcə 0 ola bilər. Bunu 0-a çevirəndə bir dənə qiymət nədir? 2-dir də. Çünki məxrəcdə 0 ola bilməz. Bitdi. Əslində çox böyük görünən, amma çox sadə sualdır. Y bəndidir. 4-cü. ABC üçbucağında AB bərabərdir BD. Yəni, bax, bu məsafə bərabərdir bu məsafəyə. O zaman uşaqlar bərabərdirsə, burada alfadır, burada alfadır. AC bərabərdir bu tərəf BC-yə. Bu da bərabər yanlıdır. Uşaqlar fikir verin. Bu da bərabər yanlıdırsa, bura alfadırsa, bura bütöv də alfadır. Eyni qaydada AD 3-dür, DC 9-dur. Bərabər yanlıdır, onda burada 12-dir də. İndi uşaqlar, görünməyən oxşarlıq sualdır. Bura alfadırsa, bura olur 180 çıx 2 alfa. Böyük üçbucağa baxın, burada alfadır, burada alfadır. Nə qalacaq? 180 çıx 2 alfa. İndi oxşardır da, baxın böyük üçbucaqla bu balaca üçbucaq oxşardır. İndi alfanın qarşısındakı AB-nin burada alfanın qarşısındakı 12-yə nisbəti bərabərdir. 180 çıx 2 alfanın deməli, dəqiqə. Biz hansı nisbəti yazdıq? Alfanın qarşısında 12. 180 çıx 2 alfanın qarşısındakı 3-ün 180 çıx 2 alfanın qarşısındakı AB-yə nisbət.
Çarpaz vuranda AB kvadrat bərabərdir 36, AB də olacaq 6. Yəni bu tərəfdə oldu 6. Perimetr bura 12-dir, bura 12 elədi 24. 24-ün də üzərinə 6 gəldim, elədi 30 Y bəndi. 5-ci sual. Hasilin sonuncu rəqəmi 1 olarsa, m plus n cəminin ən kiçik qiymətini tap. İndi uşaqlar, son rəqəmi tapmaq üçün biz qayda yazmışdıq, müəyyən eləmişdik. 4-ə bölürsən, qüvvəti, qalığı yazırsan. İndi baxın, 16 4-ə bölünür, bu getdi. 5m-i 4-ə böləndə içində bir dənə 4m var, bir dənə m qalır da. Bunun sonuncu rəqəmi ilə 3 üstü m-in sonuncu rəqəmi eynidir. Eyni qaydada bunu da 4-ə böləndə bu 4 gedir, çünki tam bölünəcək, qalıq 0-dır, bir dənə 3n qalır, 7 üstü 3n. Yəni bu ifadənin son rəqəmi ilə bu ifadənin son rəqəmi eynidir. İndi uşaqlar, bunun sonuncu rəqəminin 1 olması üçün ən kiçik qiymət. Təbii ki, burada istədiyimiz qədər böyüdə bilərik. 3-ün qüvvətlərinin sonu, məsələn, 3-ün son rəqəmi 3 üstü 1 olsa 3-lə bitər, 3 üstü 2 olsa 9-la bitər, 3 üstü 3 olsa 27 ilə bitər, 3 üstü 4 olsa 81 ilə bitər. 7-də isə 7 üstü 1 7-dir, 7 üstü 2 49-dur, 7 üstü 3 bərabərdir 343, 7 üstü 4 də bərabərdir 2401. İndi son rəqəmə baxın uşaqlar. 3 9 7 1, 7 9 3 1. Bənzər rəqəmlərdir də. Hətta eynizli yerlər dəyişir. Sonun 1 olması üçün ya 3 ilə 7 olmalıdır. Aydındır, başqa yoxdur. Ya 9 ilə 9 olmalıdır. Ya 7 ilə 3 olmalıdır. Ya da 1 ilə 1 olmalıdır. Aydındır. Ki bunun son rəqəmi 1 ilə bitsin. İndi ən kiçiyi deyirsə elə birincidən başlayaq. 3 üstü 1. M-i 1 götürsəm, baxın. M-i 1 götürsəm. Bu 3 üstüdür uşaqlar, bunu niyə sildik biz? Baxın, 3-ü 1 götürsəm, M-i 1 götürsəm, ən kiçiyindən nəzərdə tuturam. Bunun sonu 3 ilə bitdi. 3 üstü 1 elədi 3. Onda bu digərinin sonu 7 ilə bitməlidir ki, 7 ilə bitməlidir ki, hasil nə olsun? Sonu 1 ilə bitsin. İndi baxaq, bunun sonunun 7 ilə bitməsi üçün gərək qalıq neçə qalsın? 2 qalsın. Qalığın 2 qalması üçün də 3 üstü n-ə neçə yazsaq biz qalıq 2 qalar? Məsələn, 3 üstü n 7-yə böləndə 4-ə böləndə qalıqda 2 qalmalıdır. 4-ə böləndə qalıqda 2 qalmalıdır. N-ə 2 versəm 6 eləyəcək. N-ə 2 versəm 6 eləyəcək, bəli. N bərabər 2 olarsa bunun qüvvəti 6 eləyəcək. 6-nı da 4-ə böləndə qalıqda nə qalır? 2 qalır. Düzdür? 2 qalır. Bir dəqiqə uşaqlar, üzr istəyirəm. Biz səhv elədik. Sonuncu rəqəmi qalıqda 3 qalmalıdır ki, 7 eləsin. 7 ilə bitməlidir. Bunun sonu 3 ilə bitir. Bunun sonu 7 ilə bitməlidir. 7 ilə bitməsi üçün də qalıqda 3 qalmalıdır. Qalıqda 3 qalması üçün də n neçə olmalıdır? N-ə 1 versək elə, qalıqda 3 qalar da. M də 1, n də 1 olanda şərt ödənir. Məncə ödənir. Bir dəqiqə uşaqlar. Deməli, səhv eləmiş ola bilərik bu hissədə. Bir dəqiqə, M-ə 1 verəndə 3 üstü 3 eləyir. Bu 3 ilə bitir, vurulsun. N-ə 1 verəndə 3 üstü 3 eləyir, 343 ilə bitir. Son rəqəm 9 eləyir uşaqlar. M1, N1 olmaz. O zaman biz yoxlamaq üçün davam eləyək. Məsələn, M-ə 2 verək. M-ə 2 verəndə 3 üstü 9 eləyir bu. Bu 9-dur, son rəqəminin 1 olması üçün gərək bu da 9 ilə bitsin. Bunun 9 ilə bitməsi üçün də gərək qalıq neçə qalsın? 2 qalsın. 2 qalması üçün də n-ə neçə verməliyəm? N-ə də 2 verməliyəm. 7 üstü 6 eləyəcək. 6-nı 4-ə böləndə qalıq da 2 eləyir. O 7-nin kvadratına uyğundur, yəni 49-a. 9 vur 49-un da son rəqəm 1. Deməli, M 2 olarsa ödənir. N 2 olarsa ödənir. Cəmi də deyir 4-dür. Uşaqlar, burada variantlar çoxdur. Ola bilər ki, gözümdən nəsə qaçsın, amma böyük ehtimalla cavab 4-dür. 6. K-nın hansı qiymətində, hansı ən böyük qiymətində parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşir? Biz dərsdən, yəni dünən buna bənzər bir sual həll eləmişdik. 4-cü rüb buradır. Təqribən belə olmalıdır. Bax, bu nöqtəyə baxmalıyıq. Təpə nöqtəsi buradır. İndi bu təpə nöqtəsi bura M-dir, burada N-dir. Aydın məsələ ki, M-i müsbət olmalıdır. Yəni, mənfi B-ni yerinə yazsan 2K çıx 5. Hətta 2K çıx 10 yazırsan, bölürsən deməli 2. Bu böyük olmalıdır 0-dan. Mənfiyə vuraram 2K çıx 10 kiçik olur 0-dan.
K kiçik olur 5-dən. Bu 1. İkincisi isə deməli, ikincisi isə n isə mənfi olmalıdır. Yəni 4ac çıx b kvadrat böl 4a kiçikdir 0 olmalıdır. İndi 4 vurulsun a'sı 1'dir. C'si 2k çıx 5'in kvadratıdır. Olacaq 4 vurulsun k çıx 5'in kvadratı. Çıxılsın b də, daha doğrusu üzr istəyirəm, səhv yazdım. 4 vurulsun c'nin yerinə k kvadrat yazaram. Çıxılsın b'nin yerinə yazaram. 2 vurulsun k çıx 5'in kvadratı. O da eləyəcək 4 vurulsun k çıx 5'in kvadratı. Bu sualın enisini dünən işləmişdik biz. Bölünsün 4. Deməli, bu da kiçik olmalıdır 0-dan. Hər tərəfi tək-tək 4-ə böləndə olacaq k kvadrat çıx. 4'lər gedər k çıx 5'in kvadratı kiçikdir 0. Bu da nə olacaq? K çıx 5. K üstə gəl k çıx 5. Kiçikdir 0. Buradan k'lar gedər, qalar 5 vurulsun. 2k çıx 5. Kiçikdir 0. Hər tərəfi də 5'ə bölsəm 2k kiçikdir 5. K da kiçikdir 2/5. Deməli, k da kiçik oldu 2/5'dən. Bizdə dəqiqə. Deməli uşaqlar, k 2/5'dən kiçik olmalıdır, bir də k 5'dən kiçik olmalıdır. Hər ikisini ödəyən ən kiçik ədəd neçədir? Daha doğrusu ən böyük ədəd neçədir? 2-dir də C bəndi. 7. İfadəni sadələşdirin. Vurub açmaq lazımdır uşaqlar. 1'i 3'ə vuraram 3. Üstə gəl i, çıx 6i, çıxılsın 2i kvadrat. Bölünsün 2 çıxılsın i, bərabərdir. İndi uşaqlar, 2i kvadrat, baxın, i kvadrat mənfi 1'dir. 2'yə vurdum, oldu müsbət. 2 üzərinə də 3 gəldim, oldu 5. Çıxılsın 5 dənə i. Düzdür? Bölünsün 2 çıxılsın i. Bunu da həll eləmək üçün qoşmasına vurmalıyam. 2 plus i'yə vurmalıyam. Yuxarını da 2 üstə gəl i'yə vurmalıyam. Aşağıda kvadratlar fərqi yaranacaq. Olacaq 4 çıxılsın. Deməli, 4 çıxılsın i kvadrat. i kvadrat mənfi 1 deyə qalır 5. Uşaqlar, buradan da 5'i çıxardaram qarşıya. Qalacaq 1 çıxılsın i, 2 plus i. 5'lərdə gedər. Bunu da vurub açarım. Olacaq 2. Üstə gəl i, çıxılsın 2i, çıxılsın i kvadrat. İndi uşaqlar, i kvadrat mənfi 1'dir. Qarşısında da mənfi var deyə olur müsbət 1. 2 ilə toplanır olur 3. i'dən də 2 çıxanda qalır 3. Mənfi i. 3 çıxılsın i. Yəni d bəndi. 8. b üstü 5'də 3, a üstü 4'də 1 olarsa, b üstü 5'də deməli 6'nı a ilə ifadə eləmək lazımdır. 5'də 6'nı a ilə ifadə eləmək lazımdır. Uşaqlar, o qədər çətin deyil. Hər tərəf 3-cü dərəcədən kök alsam, olacaq b üstü 5-ci dərəcədən 5'də 1 bərabərdir. Bunu da 3-cü dərəcədən kök alsam, olacaq a üstü 12'də 1. b üstü 5'də 1 oldu 12'də 1. Kuba yüksəldiyində bu 5'də 3 olacaq. Bu da 4'də 1. Gətirərəm bura. b üstü 5'də 6'nı da yazaram. 5'də 1'in üstü 6. 5'də 1'in yerinə yazaram. A üstü 12'də 1. Üstündə 6. Bunlar da vurulacaq. 12'də 1 də 6'ya vuranda olacaq A üstü 2'də 1. Yəni Y bəndi. 9. ABC üçbucağında deməli ABC üçbucağında AB 5'dir. BC 12'dir. B bucağı 90 dərəcədir. Bir dəqiqə. ABC üçbucağında B bucağı 90 dərəcədir. AB 5'dir, BC 12'dir. BA vektoru desə istiqamət bu aşağıya gəlir. Çıxılsın BC vektoru. BC vektoru da B'dən C'yə doğru gəlir. İndi uşaqlar, BA vektorundan, yəni bax bu vektordan çıxmalıyam BC vektorun. Buna doğru yönəlməlidir də. Hansından hansını çıxırsa ona doğru yönəlir. İndi uşaqlar, bu vektorun uzunluğunu tapmalıyam. Bu vektorun uzunluğu da aydın məsələdir ki, nədir? 5, 12, 13'dür də. Məsələn, A bəndi. Yəni çox rahat sualdır. 10-cu sual. Funksiyanın ibtidai funksiyasının ümumi şəklini tap. İbtidai funksiyasını tapanda deməli, 12 vurulsun x üstü 5 plus 1 bölünsün 5 plus 1 plus 1'dən də c olmalıdır.
6 ilə bu gedir 2 qalır. Olacaq 2x üstü 6. Üstə gəl c. Bitdi. 2x üstə gəl 6 plus c d bəndə. 11. A və B parametrlərin hansı qiymətində təyinlər sisteminin həlli 2 mənfi 3 cütü olar. Çox rahat x-in yerinə 2 yazarsan, y-in yerinə mənfi 3. 2 vurulsun 2 çıxılsın, 3 vurulsun mənfi 3 bərabərdə a-ya. Bu müsbət 9 eləyir, bu da 4. A oldu 13. Bunun yerinə 2 yazaram. 6 üstə gəl mənfi 12. Bu da neçə eləyəcək? Mənfi 6. Deməli B də oldu mənfi 6. A 13'tür, B də mənfi 6. Y bəndi. Yerinə yazıb hesablayırıq. Çox rahat sualdır. Funksiyası üçün f törəmə mənfi 1'i tap. Əvvəlcə uşaqlar 2x plus 3'ün üstü mənfi 5 yazaram. Və bunun törəməsini taparam. Mənfi 5 gələr qarşıya. Olacaq 2x plus 3'ün üstü. Bundan da bir dənə azaldıram, olur mənfi 6. Bir də vurulsun. Bunun içinin törəməsi 2. O da eləyəcək 10. İndi yerinə də mənfi 1 yazaram. Bərabərdir. Mənfi 10 bərabər yox, mənfi 10 vurulsun. Mənfi 1'i 2'yə vurdum, mənfi 2. Üzərinə 3 gəldim, elədi 1. 1'in üstü mənfi 6 elə 1'dir. Cavab oldu mənfi 10. Yəni əslində çox rahat sual düşüb. 13. A bərabərdir P 10'dan 3, P 7'dən 7 üstə gəl 225 ədədinin 100'ə bölünməsindən alınan qalığı tap. Birinci baxaq görək. A bərabərdir. Permütasiya 10'dan 3, 10 faktorial bölünsün 7 faktorial deməkdir. Vurulsun P 7'dən 7 də 7 faktorial deməkdir. İndi uşaqlar 10 faktorialla bu ixtisar gedər. Burada qalar 8 vur, 9 vur, 10. Yəni bir dənə 10 vuruğu var. 7 faktorialda 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 deməkdir. 2, 5 burada da bir 10 vuruğu var. Yəni bunun içində bir 10 vuruğu var, bunun içində bir 10 vuruğu var. Bunda bunun içərisində ən azı 100 vuruğu varsa bu 100'ə bölünəndə qalıq burada qalır 0. Biz 225'in 100'ə bölünməsindən alınan qalığı tapmalıyıq. 2 tam düşür, 25'də qalıq qalır d bəndi. Doğranı 5 kök 2, ox kəsinin sahəsi 25 olan konusun tam səthinin sahəsini tap. Deməli, öncə konus çəkməliyik. Ümumiyyətlə, konus sualları rahat olur. Rahat olmayın. Bura 5 kök 2'dir. Uşaqlar, aydın məsələdir ki, burada 5 kök 2'dir. Çünki bərabər yanlı olur hər zaman ox kəsiyi. 5 kök 2, 5 kök 2'dir. İndi buranın necə bir bucaq olduğunu bilmirəm. Ona da bir alfa deyərəm. Uşaqlar, bu 3 bucağın sahəsini necə taparıq? AB sinüs alfa deyil. 5 kök 2'ni 5 kök 2'yə vuranda olacaq 25 vur 2, 50 vur sinüs alfa böl 2. Bərabərdir 25'ə. 25 sinüs alfa bərabərdir 25'ə. Sinüs alfa nəyə bərabərdir? 1'ə. Deməli, bu bucaq 90 dərəcəymiş. Bax, bu 90 dərəcəymiş. Düz bucaqlı 3 bucağıymış. Tam səthinin sahəsi. İndi uşaqlar 5 kök 2, 5 kök 2 isə bura 10 olacaq da. Pifaqor teoreminə görə. Onda radius 5'dir. Radiusu 5'dir. S tam da bərabərdir. Deməli, oturacağın sahəsi pi r kvadratdır. 25 pi'dir. Üzərinə gəl, yan səthi pi r l. R 5'dir, l də 5 kök 2. Olacaq 25 pi üstə gəl 25 pi kök 2. 25 pi'ni də qarşıya çıxardaram. Qalacaq 1 plus kök 2. 1 plus kök 2 c bəndi. 15. Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün iştirakçılar neçə faizdir? Toplam 300 nəfərdir. Bunun 150'si oğlandır. 100'ə vurursan 150'ni də 2'yə böləndə 75%. Salam A bəndi. 16. Funksiyanın qiymətlər çoxluğu. Uşaqlar, funksiyanın qiymətlər çoxluğu modul ifadənin ən kiçik qiyməti 0'dır. Bu getdi 3 üstü 2 9 eləyir. Bir də bunun bircə dəqiqə. İndi uşaqlar, bu 2'dən çıxıldığı üçün bu getdikcə kiçilir. Yəni ən böyük qiyməti 9'dur. Üslü funksiyanın ən kiçik qiyməti təbii ki 0'dır. Olacaq 0,9 arası C bəndi. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 42 dərəcə kiçikdir. X plus 42 bərabər 180. Çox rahat suallar da var. 180'dən 42 çıxanda 138. X də bərabərdir 19, 69. Bir dəqiqə. Bizdən böyük bucağını soruşur da. Digər bucaq bundan 42 dərəcə böyükdür deyə. 1, 111. C bəndi. 18.
Ardıcıllığın 9-cu həddini hesablayın. A9-u soruş. N yerinə 9 yazacaqsan. 5 9-um 45 plus 3. 3 çıxılsın 2 9-um 18. Yəni 48 böl mənfi 15. 3-ə də ixtisar etsəm 16 böl mənfi 5. D bəndi. 19. Düz prizmanın oturacağı diaqonalları 12 və 16 olan romdur. Prizmanın yan səthinin sahəsi 320 olarsa onun hündürlüyünü tap. Deməli uşaqlar, düz prizmanın oturacağının diaqonalları 12-16 olan romdur. Bir dəqiqə, eyni şəkili qurmağa çalışaq. Hələ ki uşaqlar, indi 19-cu suala çatmışıq. Yəni normal suallardır. Çox mürəkkəb düşmüş demək olmaz hələ ki. İndi bunun oturacağının diaqonalları 12 və 16-dır. Uşaqlar 12-16-dırsa, diqqətlə bu perpendikular yarıya bölünür axı. 6-8-dirsə, onda bu tərəf 10-dur da. Düzdür? İndi romdursa, burada 10-dur, burada 10-dur, burada 10-dur. Yan səthinin sahəsi necə tapılır? P oturacaq vur H bərabərdir 320-yə. Oturacaq bunun 40-dır da perimetri. 40 dənə H bərabərdir 320, H bərabərdir 8. Deməli, hündürlük oldu 8, Y bəndi. Gəldik 20-yə. Bu dəqiqə, bu nədir? Deməli, ABC və CDY kongruent bərabər tərəfli üç bucaqlarında O1 medianların kəsişmə nöqtəsidir. Olsun. C nöqtəsi isə AY parçası üzərində BO 4 kök 3'dür. Uşaqlar, bura 4 kök 3'dürsə, medianların kəsişmə nöqtəsidir. Baxın, bura 4 kök 3'dürsə, bura ondan 2 dəfə azdır, yəni 2 kök 3'dür. AO1 Y1 trapezin orta xəttini tap. Hə, uşaqlar, bunun orta xəttini tapmaq üçün, bax, bunun orta xəttini tapmaq üçün. Birinci OO1 arasındakı məsafəni tapmalıyam. İkincisi də buranın məsafəsini tapmalıyam, toplamalıyam. Əslində çox rahatdır. Bu məsafə nəyə bərabərdir? Uşaqlar, 2 kök 3'dürsə, bunun medianı 6 kök 3'dür. Əgər median 6 kök 3'dürsə, median necə idi? A kök 3 böl 2 bərabərdir 6 kök 3'ə. Kök 3'lər gedər, daha doğrusu A da bərabərdir 12. Deməli, bərabər tərəfli üç bucağının tərəfi 12'dir. Bilirik axı, bura yarıya bölünür. 6 burada, 6 bura. 6 buradır, 6 bura. İndi bura baxın, bu hissə 12'dirsə, bu hissə də 12'dir. Yəni, kiçik oturacaq 12'dir. Üstə gəl. Böyük oturacaq 24'dür. Böldüm 2'yə. 36'ını da 2'yə böldüm 18. Deməli, orta xətt oldu 18. Yəni, A bəndi. 21. Hansılar kəskin iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Əslində, hamısı ola bilər. Amma biz 90'dan kiçikləri götürürük hər zaman. 90'dan böyüklər ola bilməz. Yəni 96 ola bilməz. 116 ola bilməz, 100 ola bilməz. 1, 4, 5. Uşaqlar, bu tamamilə qəbul olunma məsələsidir. Təbii ki, aralarındakı bucaq kör bucaq da ola bilər. Amma dim qəbul edib ki, hər zaman iti bucağı götürün. Deməli, 1 olmaz, 4 olmaz, 5 olmaz. Düzgün seçsək də, hə. 22. Perimetri 24 olan düzgün altı bucağının daxilinə çevirən radius. Əslində düstur var. Əzbər bilə bilərsiniz. Bunun daxilinə çevrə çəkəndə, bunun perimetri 24-sə, tərəfini 6-ya böldüm, 4 düşür. Bunun daxilinə çevrə çəkəndə təqribən belə bir şey olur. Çevrəni tam çəkmirəm. Bax, o çevrənin radiusu budur. Bu da nədir? Bunun hündürlüyü. 4. Olacaq A kök 3 böl 2 bərabər tərəfli üç bucağın hündürlüyü də. 4 kök 3 böl 2 olacaq 2 dənə kök 3. B bəndi. 23. ABC üç bucağının B iti bucaq təpəsindən deməli ABC üç bucağının B iti bucaq təpəsindən BD medianı çəkilib. Median neyinir? Tərəfi yarıya bölür. AB 2'dir. BC isə 2 kök 2'dir. CBD. Bax, bura 30 dərəcədir. ABC'nin dərəcə ölçüsünü tapın. ABC'nin dərəcə ölçüsünü tapın. Bizdə dəqiqə. İndi uşaqlar. Deməli uşaqlar. Sual biraz
məlumat əksiliyimiz var, ya da biz başqa bir şey eləməliyik. Deməli uşaqlar, bu median seçilibsə, bunu yarıya bölünübsə, əgər mən bu medianı uzatsam, baxın məsələn bunu uzatdım. Tutaq ki, BD qədər uzatdım da, bu orta nöqtə yaratmaq istəyirəm. Bunu uzatdım. Bunu birləşdirdim. Baxın, bu hissəni birləşdirdim. Bu hissəni də birləşdirdim. İndi uşaqlar, bunu mən Y nöqtəsi desəm. Baxın uşaqlar, diqqətlə Y nöqtəsi desəm. Bunu özü qədər uzatmışam da. Onda buradan yarıya bölünüb. Bu diagonalda yarıya bölünüb, bu diagonalda yarıya bölünüb. O zaman bu hansı fiqurdur? Paralelogramdır da. Bu tərəf bu tərəfə paraleldir. Bu tərəf də bu tərəfə paraleldir. İndi paraleldirsə, bura 30 dərəcədirsə, bura nə qədərdir? 30 dərəcədir. İndi fərqləndirəcəyim üçbucağa diqqətlə baxın. Baxın bu üçbucağa. Bura 2 kök 2'dirsə, burada 2 kök 2'dir. Bura 2'dirsə, paralelogramın qarşı tərəfləri burada 2'dir. İndi bax, bu solda göstərdiyim üçbucağa sinuslar teoremini tətbiq eləyək. Bura bir alfa deyərəm. Alfanın qarşısındakı 2 kök 2'nin sinus alfaya nisbəti bərabərdir. 2'nin də sinus 30'a nisbəti. 2 ilə bu gedər. Çarpaz vuraram. Sinus 30 vur kök 2 bərabərdir sinus alfaya. 2'də 1 vur kök 2 bərabərdir sinus alfaya. Alfa bərabərdir 45 dərəcə. Deməli, bax, bura oldu 45 dərəcə. İndi bizdən A, B, C bucağını. Buranı soruşurdu, oldu 75 dərəcə. 24. Tənliyinin -2 pi ilə 4 pi parçasında neçə həlli var? Əvvəlcə uşaqlar, onu həll eləyək ki, bu ifadənin sıfıra çevrilməsi üçün sürət 0 olmalıdır. Amma sürət 0 olanda məxrəcin də 0 olma ehtimalı var. Niyə? Çünki sinus 1 ola bilər. O zaman biz sinus bərabərdir -1 həlliyini həll eləsək kifayət eləyir. Sinus x bərabərdir -1 olanda həm kosinus 0 olur, həm də məxrəc 0 olmur. X bərabərdir -pi bölü 2, üstə gəl 2 pi k. Dərəcəyə keçmək lazımdır. X bərabərdir -90, üstə gəl 360 k. İndi k-ya qiymətlər verək. K bərabər. Bu da uşaqlar -360 ilə 720 arası deməkdir. Köklərin sayı çox görünəcək deyəsən. K-ya 1 versəm, daha doğrusu 0 versəm, x olacaq -90. K-ya 1 versəm, olacaq 360 çıx 90, o da eləyir x bərabərdir 270. K-ya 2 versəm, 720 çıx 90, x bərabərdir 630 dərəcə təqribən. K-ya 3 verəndə uşaqlar, bu 1080-dən 90 çıxanda 900 nə qədər edir? O da bizə lazım deyil. Yəni, buradan sonrasına ehtiyac yoxdur. Bir də K-nın mənfi qiymətlərinə baxaq. K-ya -1 verəndə -360, -90, -450 eləyir. Axı -450 də burada yoxdur. Deməli, bu hala da baxmayacaq. Bizim 3 dənə kökümüz oldu. -90, 270 və 630. Sayı nə qədər oldu? 3 dənə. Gəldi 25-ə. Deməli, deyir ki, nə deyir? Hesablayayım. Uşaqlar, yuxarıda kosinus kvadrat 4x-in yerinə 1 çıxılsın sinus kvadrat 4x yazaram. 1 çıx sinus 4x yazaram. Yuxarında kvadratlar fərqi kimi. 1 çıx sinus 4x, 1 plus sinus 4x yazaram. Aşağıya da 1 minus sinus 4x. Bunlar gedər, qalar 1 plus sinus 4x. Bir də bunun limiti. X gedər pi bölü 8-ə. Olacaq 1 plus sinus pi bölü 8-i 4'ə vursam pi bölü 2 eləyər. Yəni 90 dərəcədə 1'dir, bu da 1 elədi cavab 2. 26. Düzbucaqlı üçbucağın, uşaqlar hesab səhv eləsəm rəy bölməsində qeyd eləyin. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbölən arasındakı bucaq 20 dərəcədir. Hündürlüyü və tənböləndir. Tənbölən varsa yarıya bölünür. Bura alfadır, bura betadır. Alfa çıx beta böl 2 bərabərdir 20'yə. Alfa çıx beta bərabərdir 40'a. Alfa plus beta da 90 dərəcədir. 2 alfa bərabərdir 130. Alfa bərabərdir 65. Deməli, bu bucaq 65 dərəcədir. 90'dan da çıxaram, bu da 25 dərəcədir. İndi görək nədir? Bu üçbucağın böyükdür bucağı. Elə tapmışıq. Cavab 65'dir. 27 uyğunluğu müəyyən eləyin. İndi 0 pi bölü 2 arasında sinus 0 1 qiymət alır. 0 verəndə edir 2, 1 verəndə edir 3. 2 3 arasında qiymət alacaq. İndi baxaq. Birinci üçündə 2 3'dür. Ən kiçik qiymət 2'dir, varmı? Ən kiçik qiymət 2'dir, bəli, Y bəndi.
Ən böyük qiymət 3-dür, B bəndi. 1-ə getdi, B ilə Y. B-ni sildik. Keçdi 2-yə. 0 pi bölü 2 arasında yenə eynidir. 0 1-dir qiymət. 0 verərəm, 0-dan -1 çıxaram, qalar. 0-dan çıxaram 1, qalar -1. 1 verəndə də 0, -1, 0 arasında olacaq. İndi ən kiçik qiymət -1-dir. Yəni C. Ən böyük qiymət 0-dır. Ən böyük qiymət yoxdur. İndi gəldik bura sinus, kosinusa. Uşaqlar, bunun əmsalları 1-dir hər ikisində. Belə olacaq qiymətlər çoxluğu. Mənfi kök altında 1-in kvadratı plus 1-in kvadratı, yəni kök 2, müsbət kök 2. İndi baxaq. Ən böyük qiymət müsbət kök 2-dir. Yəni A bəndi. A-nı da sildik. Ən kiçik qiymət mənfi kök 2-dir. O da yoxdur. D heç birinə getmir. Və salam. Gəldik situasiya sualına. Bir dəqiqə. Uşaqlar, situasiya biraz yoracaq bizi. Yaşayış kompleksinin həyətində qurucu işləri aparmaq üçün 4 tipli yük maşını ilə tikinti materialları gətirildi. A tipliyə baxaq, qeyd eləyək. A tipli maşının hər biri A, B, C, D tiplidir. A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton az. Deməli, A tipli C tiplidən 2 ton az tutur da. Onda məsələn bu x ton tutsa, bu olacaq x çıxılsın 2. Belə bir başlanğıc eləyək. B tipli maşının hər biri isə D tipli maşının hər birindən 3 ton az yük gətirdi. O zaman bunun tutumu məsələn y-dirsə, bu da olur y çıx 3. Hələ ki. Həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2-3 nisbətində qarışdırılıb. 2-3 nisbətində. Deməli, ağ budur. Hətta belə yazaq. Ağa 2K deyək. Göyə 3K deyək. Qarışdırma nisbətləri. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində olan, iki təpəsi də hipotenüs üzərində olan kvadrat formalı oyun meydançası quruldu. Bu sahənin qalan hissəsinə güllər əkildi. İndi 28-ə baxaq. 150 kiloqram qarışıq boya istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə edildi. Rənglənmə ümumilikdə istifadə olunan boyanın neçə faizi göydür? Uşaqlar, 150 kiloqram qarışıq boyadır. 2-3 nisbətindədir. 2K plus 3K bərabərdir 150. 5K 150-dirsə, K olacaq 30. O zaman 2-ni 30-a vuraram. Ağ boya 60 kiloqram, göy boya isə 90 kiloqram istifadə olunub. Sonra isə əlavə olaraq da plus 75 kiloqramda bir ağ boya gəlib. Ümumi görək nə qədərdir? 60, 90, 150 plus 75, 225 kiloqram boya istifadə olunub. Bunun 60 plus 75, 135 kiloqramı ağ boyadır. Faizdən 100-ə vurmalıyım. 25-ə bölsəm burada 4 qalar, burada 9 qalar. 9 ilə də 135 gedər, 15 qalar. 15 də 4-ə vurdum, 60. Deməli, 60 faizi ağ boya olub. Göy boyanı soruşulmuş. Göy boyada 40 faizdir, uşaqlar. 40 faiz. Gəldik bura. A tipli 3. Bir dənə uşaqlar, burada A tipli üçün. Bunu götürüm. Bunu aşağıda istifadə edəcəyik. A tipli 3 dənə maşın var. B tipli 2 dənə maşın var. A tipli 3 və B tipli bir dəqiqə. A tipli 3 və B tipli 2 maşın bir dəfəyə 21 ton. 21 ton nə deməkdir? Yəni 3-ü vuraram x çıx 2-yə, 3x çıx 6 üstə gəl, 2-ni də vuraram buna 2y çıx 6 bərabərdir 21-ə. C tipli 2 maşın, yəni 2, D tipli isə 3 maşın bir dəfəyə 32 ton yük gətirdi. 2-ni vuraram x-a, üstə gəl, 3-ü vuraram y-ə. Bu da bərabərdir 32. Sistem tənliyə gələcək. Olacaq 3x üstə gəl 2y çıx 12-dir. Sağa keçirtdim. 21 ilə 13-ünü, 21 ilə 12-ni toplayanda eləyir 33. Buradan da 2x üstə gəl 3y bərabərdir 32. Belə bir sistem tənliyə aldıq. A tipli maşının bir dəfəyə neçə ton yük gətirdiyini tapmalıyım. Yəni qısası x-i tapmalıyım. Belə eləyək.
Yuxarını 2-yə vuraq. 6x üstə gəl 4y. Daha doğrusu y itirək də biz. Yuxarını 3-ə vuraq. 9x üstə gəl 6y bərabərdir 99. Aşağını da mənfi 2-yə vuraq. Mənfi 4x çıx 6y çıx 64. Tərəf-tərəfə toplayaq. 9x-in üstə 4x yanında 5x eləyir. Mənfi 4x-dir. Y-lər getdi. 99-dan da 64 çıxanda qalacaq 35. X bərabərdir 7. X 7-dir. 7-dən də 2 çıxdım 5. Deməli A tipli maşın bir dəfəyə 5 ton yük gətirə bilir. Gəldik sonuncu. Hipotenuzun hər iki ucu oyun meydançasından 8 məsafədədir. Aydındır. Gül əkilmiş hissənin ümumi sahəsini tap. İndi uşaqlar, bir dəqiqə, bu ortadakı kvadratdırmı? Bir dəqiqə. Kvadrat formalı, İndi uşaqlar, kvadratdırsa, baxın. Diqqətlə baxın. Bu 45 dərəcədir. Fikir verin. Bura 90 dərəcədir, düzdür? Burada 90 dərəcədir. İndi baxın, burada 90 dərəcədir, bu da 90 dərəcədir. Bu məsafə, bu məsafəyə bərabərdir. Bu da bura bərabərdir. Hamısı kvadrat olduğu üçün. Bəs düzbucaqlı üçbucaqla bağlı bir şey deyibmi bizə? Həyətdə düzbucaqlı üçbucaq formatlı sahəsində iki təpəsi katetrlər üzərində, digər iki təpəsi də hipotenuz üzərində olan deməli qurulub 150 nə idi? Bəs biz 150-ni harada oxuduq? Burada yadımda qalıb. Misaldadır. İndi baxaq uşaqlar. Hipotenuzun hər iki ucu oyun meydançasından 8 cm 8 metr məsafədədir. Gül əkilmiş hissələrin ümumi sahəsini tapın. Biz ümumi sahəni tapmalıyıq. Ondan bu ortadakını çıxmalıyıq ki, gül əkilmiş sahəni tapaq. İndi uşaqlar, bura bir şeyə diqqət edin. Bu məsafənin ikisinin də 8 olması bunun düz ortada yerləşməsi deməkdir. Yəni, baxın, bu 90 dərəcə. Məsələn, mən kvadratın tərəfinə bir A desəm. Bu tərəfdə 8-dir. 90 dərəcəli üçbucaqdır. A-dır, 8-dir. Burada A-dır, bura 8. Deməli, bu iki üçbucaq bərabərdir də. Deməli, bu bucaqlar da bərabərdir. O zaman bunlar neçə dərəcə olur? Bura 45 dərəcə olur. Burada 45 dərəcə olur. İndi 45 dərəcədirsə, bura 8-dirsə, burada 8 olmalıdır da. Çünki bərabər yanlıdır. Eyni məntiqlə burada 8 olmalıdır. Onda burada 8 olmalıdır. Vəssalam. Baxın, bura oldu 24. Kvadratın sahəsi də oldu 64. İndi buranı tapa bilərik də. 24-ü bölərəm kök 2-yə. Olacaq kök 2-yə vursam sürət məxrəci. Olacaq, deməli 12 kök 2. Bunun tərəfi oldu 12 kök 2. Burada oldu 12 kök 2. İndi ümumi sahəni tapmaq üçün bütöv sahədən, yəni düzbucağı üçbucağın sahəsindən necə tapacam? 12 kök 2 vur 12 kök 2 böl 2. Bu 2-lər gedər 144 eləyir. Bir də ortadakı sahəni 64-ü çıxmalıyım. Bu da eləyəcək 80. Deməli, gül əkilmiş sahənin ümumi hissələri toplamı 80-dir. Və salam uşaqlar, ümumilikdə blok imtahanı üçün mən düşünərdim. 1-2 dənə sual var ki, biraz çətindir həqiqətən də. Amma ümumi olaraq yaxşı düşüb. Yazılası suallar idi, bəli. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.